Ekrana gələndə cəmaata işləyirlər. Böyüklər direktdə də qiymətlərini yazırlar ora. Bu cəmaat da yaxşılardan qıraq, xamlar da oturur. Yaxşı qıdardır, tərbiyəli qıdar. Ləman kimi izqarası deyil, otursun pozğun kimi dar. Şükür Allaha Ləman hələ bir dənə boyun gəmirən videosu çıxmayıb. Şükür Allaha Ləman hələ bir dənə oğlan qucağında videosu çıxmayıb. Şükür Allaha Ləman hələ qardaşım deyə gedib boyun gəmirməyib. Başa düşdünüz? Sözün düzü bəziləri bizə düz girir. Siz elələrini tərifləyirsiniz, normalları pisləyirsiniz. Danışanda da deyirsiniz paxıldır. Paxıl zat deyiləmi? Sözün düzünü deyirəm, xoşunuza gəlmir. Həyatın reallığı budur. Başa düşdünüz? Kimin arxası var, dayağı var, zordur. Kim kasıbdır, pozğundur. Bəzilərimizin gözündə həyat belədir. Sözün düzü də heç kəsin xoşuna gəlmir. Cəhərə gəlsin, cəhənnəmə gəlsin. Gedin çıxardın da bu 7 ildə bir dənə əxlaqsız videomu, tərbiyəsiz videomu. Gedin çıxardın da bir dənə. Niyə çıxarda bilmirsiniz? Elə deyirsiniz, yoxdur ortalıqda işinə. Çıxardın da. Bir yeriniz çatır, çıxardın. Mən də üzr istəyim, vızqırdım bu TikTok'dan. Çıxardın da, deməklə düz qarasıdır. Üz qarası özünüzsüz.